Saatımız Almaniyanı göstərir, əziz Alman sevərlər. Sizinlə mən Elnarə Rəhmova, Alman Saat ilə YouTube kanalının rəhbəriyəm. Bugünkü qonağımız Almaniyada təhsil və iş sahəsində peşəkar olan mütəxəssislərdən biri Abbas bəydir. Abbas bəy, sizi burada görməyimizə şadıq. Öncəliklə Abbas bəyi tanıtmaq istəyərdim ki, əvvəllər adı Alliance Education olaraq fəaliyyət göstərən, lakin hal-hazırda dəyişərək Deutsche Lab olaraq fəaliyyət göstərən kursun rəhbəri Abbas bəy. Xoş gördük sizi burada. Salam Elnarə xanım. İnşallah işiniz xeyirli və uğurlu olar və sizin kanalın ilk qonağı olmaq sadəcə mənim üçün qürur vericidir və sizə də uğurlar arzu edirəm bu layihənizdə. Təşəkkür edirəm Abbas müəllim. Kanalın mahiyyəti ondan ibarətdir ki, yəni Alman saat ilə dedikdə əsasən nə nəzərdə tutulur? Alman sahəsində, yəni Almaniyada təhsil olsun, iş olsun, peşəkar olan insanlar dəvət olunur və sizin suallarınızı cavablandırırlar. Və bu gün olaraq Abbas müəllim dəvət etdik və ilk mövzu odur ki, Almaniyada Ausbildung. Məncə hər kəsi maraqlandıran mövzulardan biridir deyə düşünürəm və bu sahədə güvəndiyim insanlardan biri, güvəndiyim kurslardan biri Deutsche Lab'ın rəhbəri Abbas müəllimdir. Təşəkkür edirik ki, bizim dəvətimizi qəbul edib gəldiyiniz üçün. İlk sualımızla davam eləmək istəyərdim ki, Almaniyada Ausbildung təhsil dedikdə nə nəzərdə tutulur? Yəni siz necə təsəvvür edirsiniz bu proqramı? Bir daha da təşəkkür edirəm dəvətiniz üçün. Mən Ausbildungu necə təsəvvür edərdim? Belə deyim, gənclərimizin bir çoxu hal-hazırda sıfırdan öz həyatlarını və ya da karyeralarını əsasən də Almaniyada davam etdirmək istəyir və bu proqram hal-hazırda ölkəmizdə çox geniş yayılmış bir xarici təhsil proqramlarından biridir və gənclərimizin xüsusilə də marağındadır. Ausbildung proqramı Almaniyada sıfırdan həyat başlamağın mənə görə ən sadə və ən əlverişli yoludur. Çünki proqramın qeyri-adi bir sizlərdən tələbi və ya da təklifi yoxdur. Sadəcə B1 səviyyəsində Alman dili biliyinə sahib olsanız, siz bu proqramla uğurla yeni sıfırdan həyatınızı Almaniyada başlaya bilərsiniz. Çox yaxşı izah elədiniz məncə. Burada dili siz vurğuladınız. Bəli. Yəni bəzən olur ki, tələbələr A1 səviyyəsindədir və yaxud da A2, B1 səviyyəsinə müraciət etmək istəyirlər. Sizcə əsas olaraq, yəni minimal dil tələbi nə qədər olmalıdır? Minimum rəsmi olaraq da B1 dil biliyinin bilməyiniz tələb edilir və mən də tələbələrə hər zaman canlı görüşlərdə məsləhət verirəm ki, çalışın alman dilini minimum B1 səviyyəsində öyrənəsiniz. Çünki düşünməyin ki, siz olduğunuz, yəni Almaniyada getdiyiniz və olduğunuz mühitdə sizə dili öyrənməyə yardım olacaq şəxslər olacaq həyatınızda. Çünki sizin gündəlik həyatınız zaten iş, ev işləri, hər hansı alış-veriş və s. olaraq özünüz də görəcəksiniz ki, sizin ekstra bir dil öyrənməyə çox da zamanınız qalmır və biz bunları əminliklə deyirik. Çünki biz bu məlumatları bizim Ausbildunga göndərdiyimiz və indi də Almaniyada yaşayan Ausbildung edən tələbələrimizdən əldə etmişik. Onlar da bizə də deyirlər ki, tələbələr hətta bacardıqları qədər daha yaxşı dil öyrənsinlər. Çünki gündəlik həyatlarında bunu öyrənmək o qədər də asan deyil. Düzdür, mühitin yaxşı rolu var, amma sizin gündəlik həyatınız, gündəlik planlarınız bunu etməyə şərait yaratmır. Çox yaxşı vurğuladınız. Burada hər zaman mən ağlımda düşündüyüm bir ideya olur ki, bəzən gənclər fikirləşir ki, mən dil öyrənməyə müraciət edən bir tələbə fikirləşir ki, mən getdim Rusiyada yaşadım, rus dilini orada öyrəndim, iş mühitində insanlarla. Düşünür ki, Alman dilini Almaniyada öyrənəcəm də zaten mən niyə Azərbaycanda bir də Alman dili kursuna pul tökməliyəm və s. Mən gedim Almaniyada bu dili daha yaxşı öyrənəcəm. Sizcə rus dili və alman dilini öyrənmə müddətini biz müqayisə edə bilərik? Əslində rus dili bir növ bizim gündəlik həyatımızın kiçik bir parçasına deyərdim. Biz rus dilini ən azı məktəbdə, universitetdə, hətta gündəlik həyatımızda belə, yəni yolda və yaxud da evdə işləyə bilərik. Mən rus dili ilə alman dilini bizim həyatımızdakı rolun eyni, hesablamazdım, eyni görməzdim. Çünki rus dili bir növ bizim şuuraltımıza yeridilmiş dillərdən biridir. Televiziyalarda, təhsil sahələrində, Bəli. Bizim gündəlik həyatımızdakı bir çox sözləri belə Azərbaycanca istifadə etmək yerinə biz alışqanlıqdan rusca istifadə edirik. Ona görə düşünməzdim ki,
rus dilini bazarda öyrənməklə alman dilini Almaniyada öyrənməyə Çox bir yerə yaxşı vurğuladınız. vurulamazdır. Həm də ki, bizim ruslarla həm qonşuluq, həm uzun illərdir müəyyən bağlarımız var. Və bizim onlarla ünsiyyət qurmağımız daha rahatdır. Amma almanlar biraz daha soyuqqanlı xalq olduğundan, yəni özünüz də orada görəcəksiniz ki, sizin ən yaxın dostlarınız almanlardan ilk öncə orada sizin kimi sıfırdan həyatın başlayan əcnəbilər olacaq. Yəni mən yəni belə deyək də, necə izah edeyim sizə? Eyniləşdirmə, Qiyaslamanı, eyniləşməni bəli, yəni eyni görməzdim, bəli. Çox yaxşı izah elədiniz həqiqətən də. Yəni rus dilini biz uşaqlıqdan bəri gözümüz Eynən. görməyə öyrəşib, amma alman dilini biz heç yerdə görməmişik. Bəli, heç bir Çox yerdə. nadir hallarda, çox nadir məktəblərdə məsələn tədris olunurdu, amma çox da rus dili qədər geniş yayılmamışdı. Eynən Və razıyam. bu zaman buradan bizdə bir sual yaranır ki, Almaniyada Ausbildung peşə təhsili və Azərbaycanın peşə təhsili arasında sizcə hansı fərqlər var? Mən Azərbaycan peşə təhsili haqqında mütəxəssis deyiləm, amma Almaniya ilə bağlı onu deyə bilərəm ki, Almaniyada peşə təhsili sizə yalnız nəzəriyyə öyrətmir. Çünki bizdə əsasən peşə təhsilləri eşitdiyim qədərilə daha çox teoriya, yəni nəzəriyyə üzərində qurulub, amma Alman peşə təhsili demək olar ki, Ausbildungun, yəni peşə təhsilinin %80-75%-ni praktika üzərindən qurubdur və bu da məntiqlidir. Çünki biz sənətkar yetişdirmək, bir peşəyə sahib olmaq üçün, yəni bunu siz oxuyaraq deyil də, bunu praktika ilə öyrənməyiniz daha məntiqli və uyğundur bir şəxs üçün. Yəni biz düşünün ki, aşpaz olmaq istəyirik. Təbii ki, aşpazın bilməli olduğu məlumatlar var, produktların saxlanılması, onların paketləşdirilməsi, onların gigiyenika və sair qorunması, bunları təbii ki, nəzəri olaraq bilməlidir. Amma təbii ki, yaxşı bir aşpaz olmaq üçün də, yəni bu gigiyenik qaydaları bilməkdən əlavə, hətta sizin praktiki bacarıqlarınız, əl bacarığınız olmalıdır. Yəni ona görə də Alman Ausbildungunu, yəni Alman təhsil sistemini bu məsələdə daha üstün görür bir çoxları da. Yəni burada siz sırf nəzəriyyə deyil, dediyim kimi, işin böyük bir qismini praktikada öyrənirsiniz və həm də sizə təqribi aylıq bir 1000 avro civarında da cib xərcliyi verərlər, belə deyərdik. Bu bir növ sizin üçün bir kiçik bir tələbə maaşıdır. Çünki siz peşəni öyrəndiyiniz üçün və təbii ki, müəyyən həftənin müəyyən günlərini onlara çalışdığınız üçün sizə müəyyən bir aylıq kiçik də olsa bir maaş deyərdik verərdilər. Verirlər daha doğrusu. Orada çox yaxşı vurğuladınız Ausbildung maaşı. Sizcə bu maaş bəzən tələbələrin belə deyək ki, həyat xərclərini qarşılamağa yetir, nəqliyyat olsun, yaşayış olsun, sığorta olsun. Belə deyim, sizin o maaşınızdan zaten avtomatik olaraq hesaba köçürülərkən sizin sığortanız oradan çıxılır və bu sığorta sizin belə deyərdim ki, bütün hər bir şeyinizi tamamilə ödənişsiz olaraq qarşılayır. Tək yəni sizin həkimə yolunuz düşməsin, amma bütün hər şeyinizi qarşılayır, onu bildirmək istəyərdim. Bəli, bu maaş belə deyərdim ki, təbii ki, Münxen, Hamburq, Berlin kimi böyük və bahalı şəhərlərdə yaşamırsınızsa, digər şəhərlərdə yaşayırsınızsa, sizin minimal xərclərinizi hamısını qarşılayır tamamilə və bundan əlavə də bildirmək istəyərdim ki, bizim əlavə həftəlik 20 saat part-time işləmə icazəmiz, yəni yarı gün işləmə. Bəli, minjob işləyə bilərik və oradan təqribi, yəni işlədiyiniz saata görə 500.000 evro arasında əlavə gəlir əldə edə bilərsiniz və bu da artıq sizin bildirərdim ki, dolanmağın, yəni bir aylıq dolanmanız və ya yaşamağınız üçün deyil, hətta save, yəni bir növ müəyyən məbləğin toplanmasına da, qənaət etməsinə də bəli şərait yaradır. Çox yaxşı dediniz bunda, bu arada yaxşı vurğuladınız. O zaman belə bir şey var ki, bəzən biz belə bir situasiya ilə qarşılaşırıq, tələbə müraciət edir ki, bəs mən Almaniyada Ausbildung edirəm və bu müddət Ausbildung davam elədiyi müddətdə mən öz ixtisasımı dəyişib başqa bir sahəyə yönələ bilərəmmi? Əlbəttə ki, bu mümkündür. Əgər siz hər hansısa bir Ausbildunga, yəni Azərbaycandan müraciət etmisiniz və ora çatanda, Ausbildunga başlayanda bir neçə ay sonra müəyyən edirsiniz ki, bu sahə mənə görə deyil. Təbii ki, siz bunu dəyişdirmək haqqınız var və onu bildirim ki, Almaniyada olaraq Ausbildungun tapılması daha rahat prosesdir əslində. Çünki siz müraciət edərkən öz CV-nizdə artıq Azərbaycan deyil, Alman adresi, Alman nömrəsini göstərdiyiniz üçün bu bir növ üstünlükdür. Amma orada ən əsas nüans odur ki, siz əgər Azərbaycandan Ausbildunga müraciət edirsinizsə, sizi burada onlayn görüşlər əsasında qəbul edirlərsə, Almaniyada olarkən
sizi onlayn deyil, canlı Əyani görüşlərlə, formada. bəli, əyani formada sizi tanıyıb qəbul etmək istəyəcəklər və burada ən əsası isə proba taq, yəni sınaq müddəti, 1-2 günlük sizi sınaq müddətində çalışdıraraq bunun qərarını verirlər. Əgər o müddətdə də uğurla özünüzü göstərsəniz, rahat bir şəkildə Ausbildingunuzu olduğunuz peşədən